Əziz və hörmətli mənim şəhid analarım, mən bugün bizim ulu öndərimiz Heydər Əliyevin məkanı olan Naxçıvan şəhərində bizim şəhidimiz Xansu Qurbanovun ev muzeyindəyəm. Bir şəhid anası olaraq Nəsirov Elçinin anası Füzuli rayonundan Kəşfiyyat Sinaperçi Elçinin anası, mən Xansu Qurbanov şəhidimiz, o da Elçin kimi Kəşfiyyat Sinaperçi. Mən bütün qrupumuz adından, bizim İctimai Nəzarətin rəhbəri Sevinç Quliyev adından salamlar gətirmişəm Yəmən bacı sənə. Füzuli rayonunun İctimai Nəzarət rəhbəri Talih müəllimin adından sizə salamlar gətirmişəm, başsağlığı verirlər. Mən də onların bir müavini olaraq bugün özümə borc bilmişəm ki, şəhidim Xansu balamın ev muzeyini ziyarət edeyim, ananın yanında olum. Bizim borcumuzdur ki, bizim bütün şəhid anaları bir-birimizin yanında olaq, həmkar olaq, bir yerdə olaq. Allah bütün şəhidlərimizin məkanını cənnət eləsin, məqamını uca eləsin, mənim gözəl bacım. Bizim balalarımız qəhrəman balalardır. Torpaq uğrunda canlarını qurban verən oğlanlar böyük yetişdirmişik. Biz qəhrəman alarıq. Necə deyim, bəlkə də mənim oğlum getməsəydi, gizlənsəydi, mən buna görə əzab çəkərdim, narahat olardım. Mən bilirəm ki, mənim oğlum yaralansaydı, nəsə və yaxud da ki, gəlsəydi, mən bilirəm ki, onun özü də əzab çəkərdi. Çünki o elə bir oğludur ki, yəni, hər kəsin xeyrinə atılan, köməyinə, yəni, qorxmadan, sinəsini gələn, yəni, Xansu belə bir oğuldur. Ona görə də mən Xansumla qürur duyuram. Yəni, fəxr edirəm. Gözümdə yaş olsa da, Başımız ucadır, ürəyimdə dərd olsa da, fəxrimizdir. fəxrim, Xansu mənim fəxrim. Bizim övladlarımız, Yəmən bacım, tarix yazdılar. Tarix yazdılar öz qanlarıyla. Bütün dünyaya tanıtdılar ki, Azərbaycanda bu cür qeyrətli oğlanlarımız var. Bəli. Bir ad yazdılar, şəhid adı. Biz şəhid nəsliyik, Yəmən bacı. Azərbaycanda ən böyük nəsil şəhid nəslidir. Biz bu adla qürur duyuruq, fəxr edirik. Başımız ucadır ki, bu cür qəhrəman, vətənpərvər oğlanlar yetişdirmişik. Naxçıvan şəhərində şəhidlər xiyabanındayım. Şəhidlərimizi ziyarət eləməyə gəlmişəm. Bugün mən Xansu Qurbanovun şəhidlər xiyabanında abdəsindəyəm, məzarındayım. Allah bütün şəhidlərimizin məkanını cənnət eləsin, məqamını uca eləsin. Mən özümə borc bildim ki, bugün burada biz şəhidlər xiyabanı ziyarət eləyək, şəhid anamla, Yəmən anayla. Ona görə özümüzə fəxr edirəm, fəxr duyuram ki, bugün mən Naxçıvanda şəhid evlərində, muzeylərdə oldum, şəhidlərimizin muzeyində oldum. Və bugün şəhidlər xiyabanında şəhidlərimizi ziyarət edirəm. Yəmən anamya baş sağlığı verirəm. Allah'tan səbir diləyirəm. Allah sənə səbir versin. Mənim gözəl anam. Sağ olsun, əziyyət çəkir. Füzulidən qonağımızdır, Xansu'nun qonağı. Yəni qonağıdır. Allah şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun.